Salam, vaxtınız xeyir olsun əziz futbol sevərlər. Qaraçur Avroliqada 2025-ci ilin son maçlarıdır. 12-ci turdayıq. Günün ikinci qarşıdurması Cəbrayıl və Əmircan komandaları qarşılaşır. Gəlin heyətlərlə sizlərlə tanış edək. Əmircan komandasının heyətləri belədir. Komandanın kapitanı 77. Daha doğrusu aləmi qatıla bilir. 4 Seymur, 7 Sənan, 77 Sərdar Sərdarov, 44 Ümid, 55 Tərlan Xəlilov, 99 Qalşiper Hüseyin, 9 Orxan, 10 Ceyhun. Cəbrayıl komandasının heyətləri belədir. Qapıda 1 Emil, 9 Orxan, 8 Kamran, 6 Cavid, Nihat və komandanın kapitanı Həsən. Futbol kırmızı formada Cəbrayıl komandası, yaxşılı formada Əmircanlar meydanının mübarizə aparır. Dosta sən burada olmursansa, o mənə ayrı şey götürmürəm. Sonra inşallah. Sərdarovun zərbəsi qapına yan kəsdi. Tam örtüylə. Sağ olun, siz necəsiniz? Kamran. Aleyküm salam bizə. Ehtiyatda da hazırda. Cavid, mərkəz doğru, Nihatdan geriyə. Kamran. Yeniden Kamran. Həsənlə oynadı. Nihat. Zərbə mövqeyi axtarır. Nihatın zərbəsində Seymurdan blok var. Yoldaşlar. Hesab təxminini doğru yazan 200K-ya çatandan sonra. Artıq hesab təxminini doğru yazana, ilk yazana mükafat təqdim olunacaq. Birbaşa yerindəcə isti-isti. Cavid. Ötürmə ünvanına çatmır, altı yolanda. İndi bir dənə canlı yayına 200K-ya hesabları yazmayın, nə təxminləri? 200K-ya çatandan sonra. Bəlkə bu oyunda olmadı, bu oyundan sonraki oyunda oldu. 200K. Orxan. Mərkəz doğru, Sərdar, keçmədə ötürməsi, Cavid. Həsən. Nihat. Cəbrayıllardan hücum həmləsi davam edir. Kapitan topladı Həsən. Elə pozulmuşdu ona qarşı, lakin üstünü prinsipinə əməli olundu o epizodda. Həsən daha bir zərbə və gol hesab açılır. Cəbrayılların kapitanı tərəfindən. Həsən topu torlara göndərir. Uzaq altılığa dəqiq nişan alır. Top torda. Maçın 4-cü dəqiqəsində hesab açılır. Emil. Kamranla paralel ötürməsən. İndi Emil. Herkese doğru ötürmə çəkdi. Bir dəqiq alınlar. Həsən. Sol sınaqla oynadı Nihat. Mərkəz doğru Cavid. Orxan. Ötürməyə də Kamran istiqamətində zərbə meydan sahasına ötürməyə Cavid. Nihatdan gəlişinə zərbə. Blok kapitandan gəlir. Xəlilov. Seymur. Tərlan Xəlilov. Ötürmə Orxan. Bir dəqiqə ötürmə alındı ondan da. Sərdar yaxşı fırlandı. Zərbə və gol! Sərdar Sərdarov. Cavab gəlir. Daha doğrusu Həsənin uzaq altılığa indirdiyi zərbəyə və elə məhz elə o şəkildə də cavab gəlir. Sərdarov uzaq altılığa dəqiq nişan alır. 1-1 olur hesab.
Səndən Cavid istiqamətində. İndi Həsən və blok var idi müdafiəçilərdən zərbəyə. Kamran. Keçmədə ötürmə Sərdar. Orxan. Çəkdə sağ ayağına yaxın küncə endirilmiş zərbə. Çərçivədən yan keçdi. İndi Kamran. Türmə qarşılanır. Orxan. Nihat. Həsən. Zərbəsinə blok. Və out. Tam yerdən. Sərdar. Tərlan Xəlilov. Caviddən Həsən istiqamətini ötürmə. Xan yenidən Cavid. Sağ Nihat. Cəbrayıl komandası topa sahib olmalı, üstünlüyü tamamilə ələ alıb. Nihat və top meydanı tərk edib. Hesab təxminə bəyənmə 200 qəyə çatan sonra canlıda. Hesab təxminə doğru edənə mükafat var. Hər zaman ki, mükafatlarımızda bu dəfə fərqli formada elədik. Orxanın zərbəsi Hüseyin üçün dəf etməsi o qədər də çətin olmalı. Həsən. Sazna Nihat. Edən Kamran. Nihat. Türmə 80 istiqamətində. Nihat. Nihat'ın zərbəsi Hüseyin'in refleksi yerindədir. Əşsi Məmləsə Əmircan komandasına. Sənam. 2-2 gəliblər. Sərdar, kəsmədə ötürmə, daha bir cəhd. Xəlilov qəbul edə bilmədi topu. Sənam. Pauza elədi, 2 nəfərin atəsindədir. Özü zərbə indirir Emil yerindədir. Sərdar. Xəlilov. Blok qoydular zərbəsinə. Seymur. Qüvvətli zərbə indirir, lakin top çərçivədən yan keçdi. Nihat. Çəkdi sol ayağına. Daha bir zərbə və gol 2-1. Tarazlı pozulur Nihat. Hesab fərqini 2-1 edir. Axtarırdı sol ayağını, axtarırdı. Tapdı nəhayət. Utdu, deyil bilməməsinin sıqları yanında qalmadı. Kamran. Və top içdə Həsəndən Seymur və son anda Həsən öz səhvinə sığortalayır. Orxan. Cəbrayıl komandasına hücum həmləsi. Cavid. Boşluq axtarır ötürüm etmək üçün qarşısında Tərlan Xəlilov var. İsə top itkisi var Cəbrayıldan. Xəlilov ötürməsi. Sənanı düşünmüşdü, amma Sənan başa düşmədi onu. Nihat. Həsənin zərbəsi Hüseyin yerindədir. İndə Nihat. Emil oynadı. Kamran. Orxan. 2-9 nömrə və 2 Orxanın mübarizəsi bu arada. Hər iki komanda 9 nömrələr Orxan da adaşdılar. Kapitan topladı Həsən. Kapitanların mübarizəsini də gördük az öncə.
Həsən və Seymur. Seymurdan sağsına Sərdar. Sənfənin arxasına çıxa bilmədi və out. Canlı yayın paylaşın. Hamı. Kömək eləyəcək də gəlib sizə. Canlı yayın paylaşın. Bir də ki, bəzən yorumlarda da aktivləyirik. Gələcəklər orada da bildirəndən sonra dəstək olacaqlar sizə, tez satılacaq. Sənanla qüvvətli zərbə qoppu tirindən top meydanı tərk edir. Sonra da bəyənməyə davam edirik. Sən ötürməsi Nihat top meydanda saxlaya bilmədi. Out. Tərlan Xəlilov. Kamran uzaqlaşdırdı alta. Orxan. Türmədi topu. Cavid. Yanda Həsən. Bəli, Cəbrayıl hal-hazırda 2 göndərir. Kamran. Nədən Cavid. Out. Cəbrayıl Kamal Sanatavir üçün əmləsi Həsənin ötürməsi gəlir. Caviddən bir başa zərbə və top qapıdan yan keçir. Tərlan Xəlilov. Top komandasına qalır. Sərdar. Başladı Kamran onu. Orxanların yenə də mübarizəsini izlədik. Xəlilov sol ayaqla axtarır ola. Bax qoydular yenə zərbəsinə. Qarabağ qalib gəldi. Sərdar. Çirdi topu Sərdarov. Nihat sürətdən də sol sınaqdan sağ ötürmə. Həsən qəbul edir. Yenə də Nihat istiqamətində yox. Toxunuş var idi müdafiəçilərdən də bir yerdən hücuma mane olur. İncə toxunuş. Oy, Emil təhv edir. Qırmızılı formada Cəbrayıl 2-1 öndədir. Yaşıllı formada Əmircan. Nihat zərbəsinə bu dəfə həm rəqibi, həm də Özkanlı yolaşı blok qoyur. Out. Sərdar. Kamranla üz-üzə. Sərdarov. Uzaqlaşdırır Kamran altı o topu. Seymur. Yanında Tərlan. Sən uzaqlaşdırır və son toxunuş Tərlanlandı. Avroriyadır. Nihat. Cəbrayıllardan hücum əmləsi. Cavidin sağsına. Orxan. Yenidən Cavid. Nihat'a çatmadı top. Çıxır arasında yolunda. Bir yerlərdə time-out ayrılırıq. Time-out yekunlaşır. Öndən oynadı hava. Beş parfüm mükafatı artıq olub. Sami Zeynal və Liora parfümdən bizim izləyicilərə. Bu dəfə isə parfüm mükafatı deyil və top itisi qolla nəticələnir. 3-1. Kapitan Həsən dublə imza atır.
Kabot səhv bağışlamır Cəbrayıllar tərəfindən. Sərdar. Bir anlıq təzyiq altınlar aldı Əmircanlılar. Sənanın təzyiq topu qazandırır. Ceyhundan top itkisi. Kamran. Həsən. Sürməyə Orxanın gerisinə doğru və qeyri dəqiq alınır. Yine gələn izləyicilər, xoş gəlib, səfa gətirmişsiniz. Xoş izləmələri hər birimizə. Yeni gələnlər nəzərinə çatdıraq. Canlı yayım bəyənisi 200K-ya çatdıqdan sonra mükafat olacaq, yarış olacaq, yarış keçiriləcək. Artıq bugün 5-ci qalibimiz müəyyənləşə bilər. Daha doğrusu 6-cı qalibimiz. Görək kim olacaq. Hop, Emil, yaxşı uzanır bu zərbəyə. Qırmızı formada Cəbrayıl komandasıdır, öndə olanlar. Sərdarovun zərbəsinə blok. Cavid. 1987. Sübhan, sən deyilsən bu? Cavid, yenə Nihat. Solcan. Sərdar. Altı yollandı top. Sabitdə də moderatorluğu mən nəyə vermişəm? Qırmızılı forma Cəbrayıl, qırmızı ürək qoy. Yaşıllı forma Əmrəcan. Cəbrayıl 3-1 öndədir. Yox, deyirsən ki, eləmirəm, onda mən çıxardım moderatorluqdan. Sənan. Sənan öz zərbə indirir və Emil qapısında yenə diqqətlidir. Daha bir zərbə Emil dəf edir və penalti nöqtəsini göstərir hakim. Penalti nöqtəsini göstərir. Sərdarov topun gerisinə keçir. Əmircan komandası hissəni sonları deyil, artıq hissənin 3-də 2 hissəsi geridə qalıb. Vara müraciət olunur. Vara baxılmağa ehtiyac olmalı. Oyuncu özü bildirir ki, bəli 50 oyunun var idi. Səsləndirildi. Tərlan Xəlilov, Emil imkan vermir. Penaltini qaytarır bu yaxın məsafədən, 6 metrlik məsafədən endirilən bu qüvvətli zərbəni dəf edir Emil. O nə strayşı idi, o nə refleks idi Emildən. Əhsən. Asiman, təşəkkür. Yeni gələnlərə xoş gəlib, səfa gətirmişsiniz. Canlı yayın bəyənisi 200K-ya çatdıqdan sonra yarışımız başlayacaq. 200K-ya çatdıqdan sonra o yarışda mükafat bugün günün 6-cı qalibini baxaq görək təyin olunacaqmı? Təyin olunacaqsa kim olunacaq? 200K-ya çatandan sonra yarışı qaydalarını bildirəcəm və mükafat da bildiriləcək. Bu mükafat olunacaq bu dəfə. Əməkdaşlıq elədiyimiz mağazalardan mükafat olmayacaq. Hüseynin toxunuşu da var idi topa və hər iki dirəyə də toxunuş var. İstəyəcəm. Sənan. Blok gəldi. Daha bir zərbə Sənanla qapının üzərindən keçir. Səhifəmizi izləmədə qalın ki, məsələ ekranın yuxarısında İdar adının yanında izləyən butonu var. İzləmədə qalın ki, hər zaman sizdə bizlə aktivlik edib mükafatları qazana biləsiniz.
İlk yekunlaşmasına son 4 dəqiqə. Yox, televiziyada getmiş. Seymur. Sürmə Sərdar o istiqamətində. Qayda pozulub Kamran tərəfindən. Aleyküm salam, Şah Şaruma. Saxla, saxla, hə. Yaxşı dedim. Güzel saxla. Canavarsa neyse. Daha bir qayda ponsu Sərdara qarşı. Önləndirək. Səsləndirildi. Seymur, hop. Qüvvətli zərbə indirmişdi. Uzaq 9-luğu düşmüşdü, amma geride ilgili var zərbədə. Canlı yeşinlaşandan sonra cavablayacaq. Zavid. Babanla zərbə gəldi Cəbraildən, amma alınmadı və top istəyəndə Nihat dirək qarşı alır qolum. Daha bir zərbə və gol! Cəbrail komandasının Cəbrail adlı oyuncusu fərqlənir. 4-1. Hüseyin, ötürmə teyqanlar, sərqalanlar, Sənan zərbəsinə blok qoydular. Sərdar. Tərlan Xəlilov. Sənana çatmadı top, təzini əsasında topu qazanan Cəbrail komandası. Yenidən top. Oy, Emil. Emil bugün Cəbraillərin önündə olmasının əsas səbəbkarıdır. Bugün əgər hesab bərabər deyilsə, bu dəqiqəyə qədər, böyük pay sahibi qalkiper Emildir. Ako götürdü parfümü. Sağlıqla, şadlıqlara. Ako bəy bizim az yaşlı izləyicilərimizdəndir. 2 az yaşlı izləyicimiz artıq şafat qazanır. 3 hətta. Liora parfümdən parfüm hədiyəsi olundu. İndi yoldaşlar. Ako, geri dönüşü yaz. Həmin o geri dönüşləri mən izləyicilərə təqdim edəcəm. Emil. Yerdə belə mübarizə apardı, əhsən imkan vermədi. Bugün isə Ako. Bugün isə hədiyyə artıq pul mükafatdır. Bugün parfüm mükafat deyil. Mən izləyicilərim üçün bir jest edəcəm. Hücumu izləyəcək Cəbrail komandasından Cavid. Ötürmə gəldi Nihat. Pauz elədi və qalkibə uzaqlaşdırır. 200 qaya çatdıqdan sonra şərtləri bildirəcəm. Canlı yayım. Ondan sonra başlayacaq oyun. Yarış. Və belə ilə ilk hissədə yekunlaşır qısa fasilədən sonra növbətçidə görüşməyi diləyirik. Bir daha vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq maçın ikinci hissəsi start götürür. İlk hissəni Cəbrail komandasının 4-1 hesablı üstünlüyü ilə yekunlaşdırdıq. İlk hissəni Əmircanlılarla mübarizədə. Qalkörə növbətli hissədə Əmircanlılardan geri dönüş gələcəkmi? Cavid. Cümə gəldi Orxandan davan zərbəsi və Ceyhundan blok var. Sərdar olsa asanlıqla irəliyir. Nihat. Və out. Hüseyin uzaqlaşdırdı. Yoldaşlar paylaşaq canlını. Sonra isə bəyəniyə keçək. Çatdıraq Yüzkaya. Yarışda başladıq.
yox. Paralel ötürmə. Tərlan Xəlilov. Sərdar. Özü zərbə indirdi və blok gəldi zərbəyə. Daha bir qüvvətli zərbə Seymur. 4-2 edir hesabı kapitan Seymur. 2 top fərq. Dayandınız ha yoldaşlar. Dayandınız. Belə passivliyə edirsə valla belə passivliyə olanda mən canından bağlayıram. Aktivliyi yoxsa bağlayaq. Oy, əsən. Sərbə geridə. Paylaşım və bəyəni yoxdur hal-hazırda canlıda görə. $74.000 bəyəndə dayanır. Şam vermədi sən ananın sulanmasına Şamran. Sən al. Tərlan oynadı. Xəlilovdan bir pauza. Sərdar istiqamətini ötürmə. Müdafiəçilər mane olur ona. Və sən. Şamran. Out. Sən al. Sənanın zərbəsi evli refleksi yaxşı alındı. Yeni gələnlər xoş gəlmişsiniz. Aktivliyi eləyən yoldaşlar. Aktivliyi eləyən canlı yayın paylaşaq bəyənək. Aktivliyimiz yoxsa vallahi billahi bağlayaq canlıya. Nə də yarış keçirdək bugün. Nihat. Hayda Foslam ona qarşı. Kamran. Sərbəcanlı sətdən qayıdır. Və out. Nihat. Orxan. Daban ötürməsi. Uzaqlaşdırır Ceyhun. Və Orxan. Kamran oynadı gerdə. Orxan. İndən Kamran. Cavid. Orxanın önünə doğru ötürmə dəqiqanlar. Dəqiqanlar ötürməcəkdir Seymurdan. Müdaxilə var və altda qazanırlar. Nihat. Sənanın Əmrizən komandasına hücum əmrəsi. Davan ötürməsi uğursuz alınır. Haydi bir şey qalmadı. 22K qaldı. 100K tamamlayaq, yarışı başladaq. Mükafatlı yarışı. Sən. Nihat. Sağcına ötürmə gəldi. Cavid. Out. Cavid. Orxan. Solsuna Kamran. Cavid. Ara ötürməsi. Nihatın zərbəsi və Hüseyin. Vaxtında çatdırdı özünə. Kamranla qüvvətli zərbə. Blok qoydular. Divar pası uğurludur. Pauza gəlir.
Top meydanı tərk edir. Bəli, qara çukurdur. Komanda yox, amma ünvan olaraq qara çukurdur. Nihat. Şuna geridə qalındı, amma yenidən top Cəbraylılardadır. Əşəs doğru ötürmə Orxan. Şıfırlanar. Ötürmə uğursuz halında Ceyhon. Başla ötürmə Əsən tərəfinə qarşılanır. Nihatdan qüvvətli zərbə, mükəmməl gol! Oy oy oy! Bu nə goluydu, bu nə goluydu Nihat! Oy 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 oy! Uzaq 9'luğa raket göndərdi. Sadəcə mükəmməl, möhtəşəm. İnanılmaz bir gol idi. Bazuka idi. Möhtəşəm qola imza atır Nihat. Alt. Qolun gözəlliyinə şərhimiz belə. İstədiyimiz kimi alınmadı, amma qol istədiyimiz kimi alındı. Super. Möhtəşəm zərbə idi. Top ayağa necə oturar, onun göstəricisi idi. Və Sərdar Sərdarov hesab fərqini azaltdı 5-3. Aleyküm salam Emil. Şanslı deyil. Hə? 16 dəqiqəyə qalıb. Oyunun yekunlaşmasına. Cavid. Kamran oynadı. Bu gol bir qədər özümüzə gətirdi ya. Eyf, yeni gələnlər o qolu görə bilmədilər. Oy oy oy, Cavid. 6-3. Düzdür, bugün artıq nəyə qədər qola imza atsa Cəbrayildən mənə elə gəlir ki, o qol qədər gözəl olmayacaq Nihatın indirdiyi zərbə. O qol ola bilsin ki, TikTok səhifəsində yayımlandı. Mən hələm səhifədə liqanın qollarını paylaşmaq fikrində olmuram. Bax, bu qol həqiqətən adamın ürəyinə yaxşı mı yaxıldı? Yeni gələnlər xoş gəlib səfa gətirmişsiniz. Orxan, Sürmə, Xəlilov, Enter Orxan, bir daha Tərlanla oynadı. Orxan, Tərlan, Xəlilov Ceyhona doğru. Ceyhon zərbə yerdə idi. Tərlan Xəlilovun bu dəfə zərbəsi qapının üzərinə keçdi. Sən. Nihat, yenidən Əsən. Sol zona ötürmə, Cəbrayıl. Özü də qalkiperdir, sanki qalkiperin zəif nöqtəsini bilir. Sanki ötürmə edəcəyini gözləyir qalkiperlər el epizodda rəqibin. Yaxın küncə zərbə indirir. 6-3 olur hesab. Yetti. O tablonu da dəyişsinlər də. 7-3. Tərlanın zərbəsi Emildən yenə də refleks yaxşıdır. 7-3'dür, 7-3.
Seymur. Hüseyin. Uzun ötürmə Kamran tərəfinə qarşılandı. Yuskaya az qalıb. Yuskaya ilə. Out. Sərdar. Ötürməni qəbul edən olmadı. Out. Nihat. Az öncəki mükəmməl qolun müəllifi. Əsən. Top meydanda saxlaya bilmədi. Sərdar. Blok gəldi zərbəyə. Habil bəy, sizə neçəyə satılıb bu oyun? Təxminlərimiz. Əksüm əmrəsi Cəbrayillərdən. Sağ-son ötürmə Cafid. Parayla şəkildə ötürmə Nihat. Gülür, Habil bəy gülür. İndi Əsən. Alınmadı. Zidane ayağa dönüş. Ceyhun. Sərdar yenidən Ceyhun. Əsən top meydanı saxlaya bilmədi. Out. Yox, Cavid, yox. Zərbə uğursuz alınır. Hüseyin. Anda Seymur. Özün ahil oynadı. Sənan. Əmircanlardan da bir hücum əmrəsi. Sağzını ötürmə. Sərdar Sərdarov. Sənan. Yox. Top meydanı tərk edib. Al. Əsən. Emil. Sərdarovdan top ikisi. Əsən. Cəbrayil oynadı. Edən Əsən. Aynı olur müdafiəçilər ona. Sərdarov. Ceyhun. Ciyakana ötürmə. Ünvana çatmır. Təxmini 7-8 dəqiqə, 10 dəqiqə. Said, səsçi gedəcəksən qardaş. Eyni mesajı təkrar yazıb, spam ediyorsunuz. Hop. Sizdə də oynayırlar, valla sizdə də oynayırlar. Yazan spam olur. Ona görə deyəm əzim. Kamran. Ötürmə qarşılandı. Seymur. Səndən Nihat istiqamətində. Auto yolan top. Seymur. Orxan qəbul etdi. Ötürmə mərkəzə. Tərlan Xəlilov. Kamran. Və Ceyhun 7-4 edir hesabı. 7-4. Azaldı hesab fərqi. 3 topa inir, daha doğrusu 4 topa inir. Dört topdan 3 topa inir.
Bu şərhi də edə bilmirəm. Sərdar, ötürmə Teyqanlar Ceyhun. Ceyhunun zərbəsi Emil yerindədir. Daha bir zərbə bu dəfə blok qoyulur, out. Yasov, təşəkkür. Emin, təşəkkür. Qafiyədə Kobot səhv. Emil bu səhvi bu seyvləri ilə sığortalayır. Həsən sürətləndi, yanından İhatlı oynadı. Ötürmə keçmir Sərdar Altan. Out. Ölümlü udarlar gəlməyib ona, elə ki. Qaçıvarı zərbə cəhdə Caviddən uğursuzlanır. Amma yenə də. Ceyhun. Sağ sağa. Out. Ağdaban Kəlbəcər artıq oynadı. Qarabağ uduzdu. King Siyazan. Təşəkkürlər paylaşım üçün. Nihat. Ceyhan oturma yaxşı anlar. Cəbrayıl. Cəbrayıl. Yax. Zərbə uğursuzdur. Neçə? 5 dəqiqə. Son 5 dəqiqə. Cəbrayılların 7-4 üstünlüyü var. Yax Ceyhan. Son 5 dəqiqədə 3 top fərqlə geridə olarkən artıq hərəkət idi bu. Sən davam etdirməsi keçmədi və Tərlan Xəlilovdan top meydana tərk edir. Out. Qüvvətli zərbə Nihatdan yenə gəlir və Hüseyin bu dəfə dəf eləyir. Out. Həsən. Əmizanlar geri dönüş etməyi sevən komandadır. Dəfələrlə şahid olmuşuq. Hazırda o cəhdləri gəlir, amma hələ ki geri dönüş görmürük. Tərlan Xəlilov. Keçmədə ötürmə Sərdar. Out. Xəlilov. Altmış olmalı, 60. Out. Ceyhun. Orhan. Canlan Nihat. Qalma ötürməsi, Cavid, qaydan top, Həsən və qol 8-4. Bu da son nöqtə. Artıq buradan geri dönüş möcüzə belə xilas edə bilməz. Zənnimcə. Çox çətin.
Son 3 dəqiqə. 3 dəqiqəyə 4 qol Cəbrailə qarşı. Xilas edər bəlkədir. Möcüzə bəlkə. Sən. Qaydana pozurlar Həsənə qarşı. Kamran sağsına ha. Cavinin reydi yaxşanlar. Özü sərf indirdi. Top qapdan yan keçdi. Qardaş buranı soruşursansa dedim 60 olmalı. Başqa bilmirəm var ha. Gözəl insan. Nihat. Cavid. Yeşilaşmasından son 2 dəqiqə, təxmini dəqiqə yarım. Cəbraillərin 8-4 üstünlüyü var. Əmircan komandası üzərində. Cavid. Türmə keçmir. Dirənmədə bilmirəm yiyirsə. English не знаю, qadan qalıb. Burada hoca var idi, İngilis müəlliməsi, doğru. Müəllim buradadır. Bunun cavabla da müəllim bəyətdə. Help me. Qadan qalım, hay. Bu dəqiqə bizim özümüzə help me lazımdır. Help lazımdır. Nihat. Həsən. Cavid. Savaşdırırlar topu. Sərdarov. Və beləliklə final fitdə səsləndirilir. 8-4 hesabıyla Cəbraillər qalib gələrək 3 xal aktivlərini yazılır bizdə reportajımıza. Bu maçdan sonra çatdırır. Oyun boyunca sinəməliydim şəxsinə Zeydər Hüseynin növbəti maçlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.